Rəbbin məhəbbəti ürəyinizdə daim və daim özünə məsum salsın və öz sahəsini genişləndirsin İsa Məsihin adı ilə. Çünki məhəbbət olan yerdə hörmət də var. Məhəbbət olan yerdə mehribançılıq da var. Məhəbbət olan yerdə sevinç də var. Məhəbbət olan yerdə gözəllik də var. Məhəbbət olan yerdə birlik də var. Və biz bilirik ki, Rəbb məhəbbətdir. Və Rəbb olan yerdə bütün naz nemətlər, bizim üçün hazırlanan bütün naz nemətlər vardır. Və onlar məhz bizim xeyrimizə işləyirlər. Bizim əleyhimizə deyil, bizim xeyrimizə işləyirlər. Süleymanın məsələlərində nə gözəl bir söz deyir. Deyir, oğlum, sözlərimə fikir ver, dediklərimə qulaq as. Onları gözlərinin önündən ayırma. Onları ürəyində qoru. Çünki onları tapanlar həyat və can sağlığı tapır. Rəbb hər zaman bizə hər şeyin ən gözəlini vermək istəyir. Rəbb hər zaman bizim xoşbəxt olmağımızı istəyir. Rəbb bizim büdrəməyimizi, bizim palçığa hər zaman yıxılmağımızı, qol-qıçımızın sınmağını istəmir. O istəyir ki, biz azad evlad olaraq böyüyək. Düzgün düşüncə tərzinə malik olaq, müdrik olaq. Ürəyimiz məhəbbətlə dolu olsun, mərhəmətlə dolu olsun. Necə ki, kəlam deyir ki, biz onun surətində yarandıq. Və bəzən biz bu sözü deyirik, amma heç də onun surətinə bənzəmirik. Biz ta bu dünyanın surətində yaşayırıq. Və bu dünyada pis nə varsa, hər şeyi öz üzərimizə hopdurmuşuq və ondan azad olmağı istəmirik. Görün, sonra nə deyir? Deyir, həyat və hər şeydən əvvəl öz ürəyini qoru. Çünki həyat keçməsi odur. Çünki biz bilirik, biz Rəbbi ağılla deyil, ürəklə qəbul elədik. Ağıl Rəbbi sığdıra bilmir, amma ürək Rəbbin məhəbbətini öz içində sığdıra bilir. Ona görə də Rəbb deyir, hər şeydən daha öncə ürəyini qoru. Qoy ürəyinə ləkə düşməsin. Qoy ürəyinə qaraltı düşməsin. Çünki o qaraltı böyüdükcə səni məndən uzaqlaşdıracaq. Çünki sənin ürəyin məndən uzaqlaşdıqca sənin həyatın məhvə doğru gedəcək. Həyat çeşməsi məhz ürəkdən başlayır. Çünki biz İsa Məsihi ürəyimizin içinə saldıq və ürəyimizin içindən ona iman eləyərək ona doğru getməyə çalışırıq. Onu böyüklüyünü, varlığını, onun məhəbbətini ürəyimizlə qəbul eləyərək, ürəyimizə salaraq, ürəyimizdə böyüdürük. Və ona görə deyir ki, həyat çeşməsi məhz bizim ürəyimizdən başlayır. Ürəyimiz nə ilə doludursa, biz onu da hər kəsə göstərəcəyik. Onunla hər kəslə bölüşəcəyik. Əgər mənim ürəyim Rəblə doludursa, mən hər kəslə Rəblə paylaşacağam. Onun məhəbbəti ilə, sevinci ilə, kəlamı ilə, onun gözəlliyi ilə, onun mərhəməti ilə, onun sədaqətliyi ilə, onun bizə vəd elədiyi ümidləri ilə hər kəsi bəsləyəcəm. Amma mənim ürəyim qaranlıqla doludursa, mənim dilim də o qaranlığı iqrar eləyəcək. Mənim düşüncə tərzimdə o qaranlığı hər kəsə bəyan eləyəcək. Və bütün hər kəsə o qaranlığı göstərməyə və o qaranlığa dartmağı çalışacaq. Deyir, əyri danışığı ağzınızdan götürün. Azğın dodaqları özünüzdən uzaqlaşdırın. Bəzən həqiqətən də biz öz ağzımıza çıxa bilmirik. Bəzən biz öz ağzımızı
lazım olan yerdə bağlaya bilmirik. Öz ağzımıza imkan veririk ki, o ta cəhənnəmin odundan çıxan bir sözləri, nə bilim, iqrarları eləsin. Amma Rəbb deyir ki, mən sənə o səlahiyyəti verdim. Sən əyri danışığa və azğın dodağa sahib çıxasan. Çünki biz günah içində yaşayaraq bizim həyatımızı idarə edən iblis idi. Amma indi bizim həyatımız İsa Məsihə məxsusdur. Biz öz həyatımızı biz ona həvalə elədik. Müqəddəs ruh tərəfindən idarə olunmaq üçün və bizə səlahiyyət verilib ki, biz həqiqətən də ağzımıza, dodağımıza, görün nə gözəl deyir, azğın dodağa biz sahib olaq və öz azğın dodağımızı bağlayaq və deyək ki, olmaz. Olmaz bu sözləri deməyə. Olmaz pis şeyləri iqrar eləməyə. Olmaz. Çünki bizim sözümüzün səlahiyyəti vardır və arzu elədiyimiz hər pis şey, iqrar elədiyimiz hər bir pis şey o həyata keçmək ixtiyarındadır. Mən yenə də deyirəm, hər birimiz insanıq. Bəzən biz səhvlərə yol veririk. Bəzən bizim gözümüz bir başqa şeyə nəzər salınır və Rəbbin yolundan azırıq. Bəzən dilimiz deyil, gözümüz kimisə məhkum eləyir. Rəbb deyir, öz önünə bax. Sağa, sola baxma. Çünki sağa, sola baxdıqca sənin yolun aza bilər. Baxın, bir çox şeyləri Rəbb bizə göstərir ki, biz iblisin tələsinə düşməyək deyənə. Baxın, bizə təlim, tərbiyə verir ki, iblis bizim üzərimizdə səlahiyyəti olmasın deyənə və biz ona qapılarımızı açmayaq deyənə. Amma bəzən biz bu təlimləri, bu tərbiyəni yadımızdan çıxararaq iblisin tələsinə düşürük və özümüz öz həyatımızı məhv eləyirik. Deyir, nə sağa, nə də sola dön. Ayağını pislikdən çək. Çünki bu pislik sənin həyatını məhvə doğru aparır. Çünki bu pislik səni Rəbdən uzaqlaşdırır. Çünki bu pislik sənin qulaqlarını bağlayır və sən müqəddəs ruhu eşidə bilmirsən. Sənin gözünü yumur və sən ətrafda səni sevənləri görə bilmirsən. Bu pislik sənin ürəyini bağlayır və sən heç vaxtı məhəbbətin nə olduğunu duya bilmirsən və sənin ürəyin nifrət, kin, küdurət, paxıllıq içində batıb məhv olur. Hər kəs öz ürəyinin çeşməsinə baxsın. Ürəyin çeşməsi nə ilə doludur? Sizin gözünüz nəyə baxır? Ayağınız hara gedir? Qoy Rəbb hər birimizə o müdriklüyü versin. Biz özümüzü ifşa eləyə bilmək üçün Rəbbin qarşısına gəlib səhv yollarımızı, səhv addımlarımızı Rəbbin qarşısına gətirərək tövbə edə bilək deyənə. Səhv baxışlarımızı, səhv sözlərimizi Rəbbə etiraf eləyərək Rəbb bizi bunlardan təmizləsin deyə. Sən bizim həyatımıza danışdığın üçün sənə minnətdaram. Sənin təlim, tərbiyən üçün sənə minnətdaram, ya Rəbbim. Sən olmasaydın, görəsən biz harda olardıq? Ya Rəbb, mən səni tanımasaydım, görəsən mən indi hardaydım? Bəlkə məhv olmuşdum,
Bəlkə oğrunun böyüyü idim. Bəlkə dalaşqanın birisi idim. Bəlkə söyüş söyənin birisi idim. Bəlkə səhv addım atanın birisi idim. Bəlkə kiminsə evini yıxan idim. Ya Rəbb, nə yaxşı sən mənim həyatımda varsan. Nə yaxşı sən məni bu köləlikdən azad eləyərək mənə əbədi həyatı verdin. Sən bu pisliklərin hamısından məni kənara çəkdin və bir böyük divar tikdin mənlə o pisliyin arasında. Sənə o qədər bunun üçün minnətdaram, ya Rəbbim. Verdiyin ürəyin üçün minnətdaram, ya Rəbbim. Bizi dəyişdirdiyin üçün minnətdaram, ya Rəbbim. Müdrikliyini verdiyin üçün minnətdaram, ya Rəbbim. Haleluya, haleluya. Bütün izzət, bütün alqış yalnız sənə məxsusdur. Ürəyimin iniltisi sənə məxsusdur. Məhəbbətimiz sənə məxsusdur, sevincimiz sənə məxsusdur. Sən hər şeyə, hər şeyin ən gözəlinə layiq olan atasan. Haleluya ya Rəbbim. Haleluya ya Rəbbim. Haleluya.